Lap yaxşı. Çox gözəl. Cavab. Yəni deyə bilərsinizmi məsələn uşaqlığınız necə vaxtlarda keçib? Uşaqlığım bayaq dediyim kimi Dimanis rayonu Yığıncay kəndində keçib. Bildiyiniz kimi Yığıncay dağlıq bir kənddir. Dimanisin mərkəzindən, rayon mərkəzindən hardasa 25-30 kilometr aralıqda yerləşir, Ermənistanın sərhədində. Özünün zəngin təbiəti ilə məşhurdur Yığıncay, gözəl təbiəti ilə. Həmçinin yayı sərin, qışı sərt olan bir kənddir. Və mənim uşaqlığım Yığıncayda keçib və mən həmişə deyirəm ki, mənim şəxsiyyətimin formalaşmasında, təfəkkürümün formalaşmasında məhz Yığıncayın böyük rolu olubdur. Yığıncayın təbiəti, oranın ab-havası böyük təsir edir. Lap yaxşı. Ailənizin sizin həyatınızda necə rol olub, necə təsir edir? Ailəmin böyük rolu olubdur mənim həyatımda, mənim yolumun deməli müəyyənləşdirilməsində. Atam müəllim idi, orta məktəbdə fizika müəllimi idi, həmçinin məktəb direktoru idi. Babam da müəllim olub. Deməli, mən gözümü açandan, yəni müəllim ailəsində, ziyalı ailəsində böyüdüm. Atam dediyim kimi direktor idi, həmçinin müəllim idi və deməli başqa kəndlərdən, başqa yerlərdən olan ziyalılarla da aktiv münasibəti var idi. Gələn, gedən ziyalıların bizim evimizə gəlməsi, sonra atamın ədəbiyyata böyük həvəsi var idi, fizika müəllimi olmağına baxmayaraq. Roman oxuyardı, həmişə poema oxuyardı. Bir də ki, o da saz həvəskarı idi. Özü saz ifa etməsə də, sazı, muğamı çox sevdi. Və təbii ki, bunlar mənim o mühitdə böyüməm, gözümü açıb onları görməm mənə də böyük təsir etdi. Mən də onların yolunu davam etdirməyə qərar aldım. Çox gözəl. Bir də bir sual verim. Cavab, həyatında sənin dönüş nöqtəsi olan bir hadisə varmı? Həyatımda dönüş nöqtəsi ola bilən hadisə demək olar ki, onu deyə bilərəm ki, 2019-cu ildə mən 15 yaşımda atamı itirdim. Ondan sonra 15 yaşım var idi o dönəmdə. Ondan sonra oraya qədər deyə bilərəm ki, müəyyən qədər biraz uşaq kimi idim. Ondan sonra yəni bir günün içində, bir gecənin içində bəzən elə olur ki, adamın üzərinə yük düşəndə böyüməyə məcbur qalır. Onu deyə bilərəm ki, o gündən sonra həyatım döndü artıq və mən özümü böyük kimi görməyə, artıq bir ailənin qayğısını çəkməyə başladım. Lap yaxşı. Qarşılaşdığın ən böyük çətinlik həyatında? Ən böyük çətinlik də elə məhz oldu. Atamı itirməm, bəli. Sonra artıq universitet qəbulunda bildiyiniz kimi bəzi çətinliklər olur. İnsanlar artıq arxasında dayanan möhkəm ailə olmadıqda həm maddi, həm mənəvi. Məhz bu çətinliklər ilə onlarla özüm tək başına baş çıxdım. Bəs indiyə qədər verdiyin ən önəmli qərar? İndiyə qədər verdiyim ən önəmli qərar universitetdə tarix fakültəsini seçmək. Yəni həmişə deyirəm ki, yaxşıdır ki, mən onu özümə uyğun olan yolu tapa bildim. Nə yaxşıdır ki, maraqımdan başqa qohum-əqrəba başqa fakültələri tövsiyə edirdilər. Həkimlik deyən olurdu, hüquq deyən olurdu və mən heç kimi dinləmədən tarix seçdim. Və bu gün də çox şadam ki, yaxşı ki, məhz tarixi seçdim. Çünki mənim ruhuma, mənim təfəkkürümə uyğun olan fən elə bu imiş. Lap yaxşı. Lap yaxşı. Yəqin ki, həyatında sənə ilham verən insanlar olub, eləmi? Bəli. Kimlər olub? Dediyim kimi, ilk mənə ilham verən atam oldu. Onun ədəbiyyata marağı, həmçinin ziyalı olması, ondan mən örnək götürdüm. Sonra isə nənəm tərəfdən şairlər var idi, böyük şairlər. Şürəddin Məmmədli yəqin ki, tanıyarsınız. Şürəddin Məmmədli atamın xalası oldu. Həmçinin nənəmin atası, qardaşı, əmisi, hamısı şair olublar. Və mən deyə bilərəm ki, ilk oxuduğum kitab elə məhz Şürəddin Məmmədlinin Alın yazımız kitabı oldu. Ondan sonra mən artıq Borçalı, elə bil ki, məndə Borçalıya qarşı bir maraq, Borçalının ədəbiyyatına, tarixinə, mədəniyyətinə qarşı bir maraq oyanmağa başladı. Və mən elə kənddə ikəndən başladım ki, Borçalının kəndləri haqqında məlumat toplamağa, araşdırmağa, hansı kəndin nə qədər əhalisi var, hansı kəndin neçənci ildə formalaşıb, tarixi nətərdir. Və ilham aldığım əsas insanlar ailəmiz olub. Lap yaxşı.
Mesela en çok değer verdiğin şey ne oldu hayatta? Ən çox dəyər verdiyim şey deməli milliyyətimiz və adət-ənənəmiz olubdur. Mən həmişə yəni uşaq çağlarımdan adət-ənənəmizə bağlı olmuşam. Dediyim kimi həmişə ədəbiyyata, milli musiqimizə marağım olub və həmişə buna önəm vermişəm və çalışmışam ki, hər şeyi öz milli mentalitetimizə uyğun edib mədəniyyətimizdən çıxmadan. Lap yaxşı görürəm ki, sən deyirsən sazla gəlmirsən. Bəli. Və məncə yəni ki, bu sazı nə vaxtdan sən öyrənməyə başlamısan? Mən 2013-cü ildə ilk dəfə atam mənə saz aldı, balaca saz, cürə saz deyirlər. Ondan sonra başladım evdə özüm üçün biraz çalışdım, barmaqlarımı deməli öyrətdim. Təbii ki, evdə öz başına öyrənmək olmur. Sonra 2018-ci ildə atam məni Marneoldə Aşıq Bafəlinin yanına gətirdi şəhərdə olaraq. Və mən bir müddət Ustad Bafəlinin yanına gəlib getdim. Orada bir xeyli öyrəndim, bir neçə hava öyrəndim. Sonra 2019-da atam rəhmətə gedəndən sonra artıq dayandırdım bir müddət. Sonra universitetə Tiflisə gəldikdən sonra elə ağlıma gəldi ki, mən niyə davam etdirməyim bunu. Sonra Aşıq Nargilənin Mirzə Fətəli Axundov adına muzeydə kursları olurdu, indi də olur. Və oraya başladım getməyə Aşıq Nargilənin yanına. Hardasa 3-4 ildir də oraya, indi də ara bir gedirəm bəzi şeylər öyrənməyə. Yəni sazla mənim əlaqəm demək olar ki 13-14 ildir. Çox yaxşı. Bizim üçün nəsə bir çalıb oxuya bilirsən? Soyum aşikardır cümlə aləmə. Adı bəlli Oğuz xanın oğluyam. Sağ örtükçə açan Sultan Fatihin İstanbul fəth olan danın oğluyam. Atam Çağrı bəydi Xorasan şahı. Anam Ağca xatun göylərin mahı. Haqq bilib, haqq sayan uca Allahı. İslam'a adanan canın oğluyam. Altay torpağından yoğrulub mayam. Özüm bir orduyam, ləşkərə tayam. Nə Əcəm, nə Alban, nə də ki hayam. Kürşadda çağlayan qanın oğluyam. Çəliş cənginin sərazəriyəm. Nə Tatar, nə Monqol, nə Azəriyəm. Səlcuqlu mülkünün göy xəzəriyəm. Şərəfin, şöhrətin, şanın oğluyam.
şah zəfəriyəm, avşaram, qacaram, həm səfəriyəm. Altaydan Tunaya bir səfəriyəm, Aralın, Göyçənin, Vanın oğluyam. Mən yadigarlıyam, Borçalı yurdum, Dircəhimə bənddir Təbrizdə ordum, Musulda Kərkükdə dirilir qurdum, Orhunda Gövhər İkanın oğluyam. Belə bir sual cavabı verim. Səni ayaqda tutan əsas prinsip nədir? Məni ayaqda tutan prinsip verdiyim, qarşıma qoyduğum hədəflərdir ki, mən məsələn təhsilimi bitirəcəm, sonra uşaqlıqdan bəri xəyalını qurduğum millətimizin tarixini, mədəniyyətini araşdırma yoluna qoyulacam və təhsilimi magistratura üzrə, doktorantura üzrə davam etdirəcəm. Bir sözlə millətimə xidmət edəcəm. Yəni mən bu prinsiplə yaşayıram və ən böyük hədəfim budur. Çox gözəl, çox gözəl. Hal-hazırda yəqin ki, nəyə məşğulsan məsələn? Hal-hazırda tələbəyəm. Dediyim kimi 4-cü kurs, axırıncı kursda artıq bitirirəm bakalavırı. Sonra isə magistra davam edəcəm. Boş vaxtlarında nəyə məşğul olursan? Boş vaxtlarımda əsas məşğul olduğum saz və sözdür. Şeir yazıram, həmçinin saz ifa edirəm. Bundan əlavə həm hobbi üçün, həm də təbii ki, maddi qazanc üçün arıçılıqla məşğulam. Arımız var, burada Marmara şəhərində. Boş vaxtlarımı onlarla keçirib biraz beynimi sakitləşdirməyi də sevirəm. Hə, yəni ki, qorxmursan arılardan. Yox, qorxmuram. Bu da ata-babadan qalmadı. Bəli, elə vardı bizim arımız. Mən doğulandan da çox əvvəl, yəni arı bizim kətdə var idi. Mən də Əslində çox maraqlı bir, necə deyim, sənət mi deyim, nə deyim? Maraqlıdır bu arıçılıq, yəni ki, həm mənə görə həm qorxuludur çünki, amma həm də ki, çox həqiqətən də sakitləşdiricidir. İndi sən artıq gələcək üçün planlarını demək olar ki, dediyin, yəni artıq əlavə ediləsi bir şey yoxdur. Əgər varsa əlavə ediləsi, onu deyə bilərəm ki, Türkiyədə davam etdirmək istəyirəm magistratura təhsilini, yəni Türk tarixi üzərindən, köhnə Türk tarixindən günümüzə qədər bu üzərdən magistratura təhsilini davam etdirəcəm inşallah. Yaxşı. Bax, məsələn, yaşıtlar və həm yaşıtlar var, məsələn, səndən gənclərə nəsihətin, məsləhətin, tövsiyən olardı. Bu haqda uzun danışa bilərəm. Qısacası onu demək istəyirəm ki, mən tələbələrim var, məsələn, gürcü dil dərsi keçirəm onlayn şəkildə. Onlara da həmişə deyirəm ki, biz Gürcüstan vətəndaşıyıq, Gürcüstanda yaşayırıq, amma buna baxmayaraq biz öz milli mentalitetimizi, mədəniyyətimizi, ən əsas dilimizi qoruya bilək. Çünki bir millətin varlığı, millətin kimliyinin əsas göstəricisi onun dilidir və bu gün çox təəssüflər olsun ki, bizim gənclərimiz Azərbaycan dilini çox da yaxşı bilmirlər. Sadəcə məişət dili olaraq artıq Azərbaycan dili bizim aramızda qalmağa başlayacaq. Məktəblərdə bildiyimiz kimi valideynlər artıq uşaqlarını ya rus sektoruna, ya gürcü sektoruna qoyurlar. Azərbaycan məktəbləri yavaş-yavaş bağlanmağa doğru gedir. Mən isə həm öz yaşıtlarıma, həm özümdən gənclərə
tələbə olan, yəni təbii ki, təhsil alanlara tövsiyə edirəm ki, gəlin məsələ maarifləndirmə işlərinə məşğul olaq. Milliyyətimizi kəndlərdə, rayonlarda ki, məhz bizim dilimizin itməsi çox böyük fəlakətlərə gətirib çıxaracaq. Dilimizi itirəndə artıq universitetlərdə təhsil bizim gürcü dilini nə qədər yaxşı bilsək də bizim təfəkkürümüz formalaşmayacaq. Biz oxuduğumuzu anlamayacağıq və bizim daxili zənginliyimiz olmayacaq, belə deyim. Çünki neçə dil bilsə də insanın öz təfəkkürü öz ana dilində formalaşır, insan öz ana dilində düşünür və şərtdir ki, biz ana dilimizi yaxşı bilək. Məktəblərimizdə ana dilimizi itməsinə izin verməyək. Gürcü dilini bilək, təbii ki, dövlət dili olaraq, amma ilk təhsili, orta təhsili biz ana dilimizdə almalıyıq ki, biz gürcü dilini də yaxşı öyrənə bilək. Çünki bir insan bir dili nə qədər yaxşı bilsə, başqa dili də o qədər asan götürür. Düzdür, tamamilə doğrudur. Ben bir sual verim sənə. Geriyə dönsəydin, məsələn, həyatında nəyi fərqli edərdin? Geriyə dönsəm, orta məktəbdə biraz daha yaxşı oxuyardım. Rus dili öyrənərdim. Rus dili istəyirəm, Rus ədəbiyyatına görə. Geriyə dönsəm, məsələn, gürcü dili ilə yanaşı Rus dili öyrənərdim. Bəlkə nəsə bəlkə salamın var, sözün var, bəlkə nəsə bir dinləyicilərimizlə bölüşəcəyim, bəlkə hansısa bir hekayə və buyurun, danışa bilərsən. Salamım təbii ki, bütün millətimizə izləyən hamıyı bir daha başda dediyim kimi salamlayıram və öz minnətdarlığımı bildirirəm ki, izləyirlər, baxırlar, fikirlərini bildirirlər, dəstək olurlar. Başqa da heç və bir daha bayramlarını təbrik edirəm. Çox sağ ol, çox sağ ol. Bəlkə bir də nəsə bizim üçün qalardı. Selam üstə dillən sazım, din sazım, qoy telində şərqin qəmi dillənsin. Məclislər qur ocaqların başında, türkün nəsli obalansın, ellənsin. Dana inmə bu fəryadı zilə çək, pərdəyə çək, mizraba çək, telə çək, al ruhumu ulu ərşə elə çək, gözüm yaşı dərya kimi sellənsin, türkün nəsli obalansın, ellənsin.
al dədələrin dilindən, üsyan qaldır Çağrı bəyin elindən, əsli kökü Oğuz xanın belindən, yolu haqdan olan yaxşı bəllənsin, türkün nəsli obalansın, ellənsin. Yadigarlı yolunu get Kürşadın, Quran olsun hak yolunda Ərşadın, sazlı sözlü bir ozanın Dilşadın, qapısında gülün bitsin, güllənsin, türkün nəsli obalansın, ellənsin. Çox sağ ol Cəlal, əllərinə sağlıq. Çox sağ ol, bir daha təşəkkür edirəm sənə. Mənim dəvətimi qəbul elədin, gəldin. Təşəkkür edirəm. Sağ olun. Bəli, əziz Radio Manoli dinləyiciləri, bizim bugünkü efirimizdə başa çatır. Bir həyat hekayəsi verilişinin bugünkü qonağı Cəlal Yadigarlı idi. Bir daha analarımızı təbrik edirik. Bayramınız mübarək olsun əziz analar. Sağ olun, sağlıqla qalın. Gələn görüşlərdə görüşənədək. Sağ olun.